Salam. 10 gün aradan sonra qərar verdim ki, sizə yenidən YouTube videosu çəkeyim. Bugünkü mövzumuz biraz daha maraqlı olacaq. Çünki psixofiziologiyadan danışacağıq. İlk öncə biraz onun haqqında məlumat verim ki, psixofiziologiya nədir və bizə necə təsiri var və həyatımızda necə rolu var. Ən önəmlisi, psixofiziologiya bizim psixologiyamızın fiziologiyamıza, yəni bədənimizə etdiyi təsirlərdir. Gündəlik yaşadığımız hadisələrin nəticəsində bədənimizin verdiyi reaksiyalardır. Hansı ki, bəzən bədənimiz buna gec reaksiya verə bilir, dözümlülüyü yuxarı olur, immuniteti yuxarı olur, bəzən isə həmin anda, yaşadığı anda reaksiya verə bilir. Birinci başlayacağım beynimizdən, ən vacib orqanlarımızdan biridir. Beynimizin içində nələr baş verir? Qısa olaraq ondan danışacağım. Daha sonra isə digər orqanlarımızda və hansı hadisələr bizim orqanlarımıza necə təsir edir? Bundan danışacağıq. Təxminən buralara yəqin ki, qoyacağım şəkildə görəcəksiniz ki, beynimiz 3 hissədən ibarətdir. Lap alt hissədə sürüngen beyin, buna R kompleksi deyirlər adətən. Orta hissədə limbik sistemimiz, adını yəqin ki, eşitmisiniz. Yuxarıda isə neokorteksimiz, hansı ki, beynimizi qoruyur və inkişafımız təmin edir, belə deyək. Lap aşağıdakı R kompleksi bizim gündəlik fəaliyyətlərimizi, aşiq olmağımızı, sevməyimizi, yatmağımızı, durmağımızı, digər insanlara qarşı verdiyimiz reaksiyalar təmin edir adətən. Bu qədər sadə ola bilir. Yəni adı üstündə sürüngen beyindir. Və heç bir fəaliyyət göstərmədiyimiz zaman, yəni qərar vermədiyimiz zaman, analiz etmədiyimiz zaman sürüngen beynimizdən düşünə bilirik. İkinci hissə isə bizim limbik sistemimizdir. Yəni ki, təxminən buralarda olacaq. Limbik sistemimiz. Limbik sistemimizin əsas fəaliyyətlərindən biri də bizim duyğularımızdır. Və bəzən ona buna görə duyğusal beyin də deyirik. Və önəmli olan duyğularımızın necə dərində olduğu və hafizə yönümlüdür. Belə düşünək, limbik sistemimiz R kompleksi, yəni sürüngen beynin qapısında dayanan bir gözətçidir və ona nəyə icazə verir? Digər sistemə ötürməyə, onu ötürə bilir. Bundan əlavə olaraq R kompleksi bizim həyatda qalmağımıza daha çox belə deyim, diqqətini verir. Öncə can deyir. Önəmli olan onun üçün can da həyatda qalmaqdır. Amma limbik sistemimiz daha öncə duyğularımızın vacib olduğunu bildirir. Yəni belə düşünək, limbik sistemimizin əsas funksiyalarından biri daha çox duyğularımızın vacibliyini bildirir. Məsələn, limbik sistemi olmayan heyvanlar ki, heyvanlarda bu zaten yoxdur. Uşaqları onlar üçün vacib olmur. Çünki empatiya duyğusunun vacibliyindən gedir burada söhbət. Üçüncü hissə isə lap yuxarı hissədə yerləşən neokorteksimizdir. Yəni bizim düşünən beynimizdir. Bu da həyatımızda çox vacib bir rola malikdir. Hansı ki bizim düşünmə, analiz qabiliyyətlərimizin yerləşdiyi bir hissədir. Nəyi eləyə bilərik, nəyi eləyə bilmərik? Bu bizə harda icazə verir, necə icazə verir? Bunları tənzimləyir və belə deyim, daha çox ağıllı ola bilmə potensialımızı üzə çıxaran bir hissədir beynimizdə və çox vacib olan bir hissədir. Bizi fərqləndirən ən vacib hissələrdən biri də beynimizdə neokorteksin olmağıdır. Bəzi heyvanlarda biz buna rast gələ bilirik, amma bizimki qədər böyük olmur. Bugün həyatı fəaliyyətlərimizi yerinə yetirə biliriksə, yəni yaza biliriksə, oxuya biliriksə, düşünə biliriksə, analiz edə biliriksə, bunu beynimizdə yerləşən neokorteks mərkəzinə borcluyuq. Və ən vacib məlumatlardan biri də beynimiz haqqında. Beynimiz quruyarmı, yoxsa beynimiz sulanarmı? Sualın cavabıdır. İlmi faktlar onu göstərir ki, bizim beynimizin 70-80% suyun içindədir. Amma biz bunu istifadə eləməsək, beynimiz quruya bilər. Ona görə də müntəzəm olaraq gündəlik su tələbatımızı ödəməliyik ki, beynimiz qurumasın. Yəni beynimiz sulanmaz, beynimiz quruyar. Bu ifadə həqiqəti əks etdirir və beynimizə daha yaxşı baxmalıyıq. Çünki kodlaşdırdığımız bütün həyatımız, bütün inanc sxemlərimiz hər biri beynimizdə yerləşir və bizim bədənimizdə birbaşa beynimiz idarə edir.
Psixofiziologiyanın təsirlərindən yararlanan digər orqanlarımız da var. Bunlara xəstəliklər üzərindən gedəcəm. Bir-iki qeydlərim var burada, sizlər üçün qeyd eləmişəm. Bunlara baxa-baxa gedəcəyik. Birinci, həyatımızın böyük bir hissəsində yer alan stressdən danışmaq istəyirəm. Əgər qastritimiz varsa və ya mədə ilə bağlı digər problemlərimiz varsa, birinci stressi əsas diqqət mərkəzinə saxlamalıyıq ki, həyatımızın neçə faizi qaça-qaçdan, həyəcandan, təşvişdən, stressdən ibarətdir. Digər xəstəliklər isə məsələn bağlı olan xəstəliklərimiz var burada. Nevroloji xəstəlik məsələn kökündə özünü günahlandırma dayana bilir. Əgər özünüzə qarşı içinizdə gizli saxladığınız bir aqressiya varsa, bu sizdə gələcəkdə nevroloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Bugün ölkəmizdə ən çox yayılan və bir çox insanın əziyyət çəkdiyi miqren xəstəliyi. Miqrenin kökündə bir yerdə, bir küncdə sıxışıb qalma, duyğular arasında və ya özünüz arasında sıxışıb qalma dayana bilər. Daha sonra rast gəldiyimiz xəstəliklərdən biri ödəm ola bilər. Hansı ki, ödəmin kökündə də, yəni psixoloji səbəb olaraq belə açıqlayır ki, bir əşyanı, bir insanı buraxa bilməmək və ondan yapışmaq. Digər xəstəliklərdən biri kimi misal göstərə bilərik revmatizmanı. Revmatizma insanın özünü qurban hiss eləmək, sevgi əksikliyi, hansı ki, kökündə dayana bilir. Və ya bugün bir çox valideynlərin əziyyət çəkdiyi, hansı ki, uşaqlarında qarşılaşdığı enurez xəstəliyi, elgili ilə desək bunu, yatağı islatma xəstəliyi dayana bilir. Və bunun kökündə də valideyn qorxusu, hansı ki, daha çox biz bunu simvolizə edirik ata qorxusu ilə qarşılaşa bilirik və onun kökündə də bu duyğular dayana bilir. Ümumilikdə bədənimiz danışır, bədənimiz susmur. Biz onu bəzən görürük, bəzən görməzdən gəlirik, hiss edirik, amma görməzdən gəlirik. Bunu diqqətlə dinləmək lazımdır. Adi baş ağrısı, nəfəs darlığı və digər bütün simptomlar sizə çağırış edir ki, məni gör, məni hiss elə, mən buradayam. Mənə görə, mənim şəxsi fikrimdir, deyə bilərəm ki, psixologiyanız pozulmadığı halda əsla bədəniniz pozulmaz. Ona görə ilk öncə fikirlərinizi, yaşadığınız mühiti, yaşadığınız situasiyanı analiz eləməlisiniz ki, mən burada nə qədər xoşbəxtəm və ya mən burada nə qədər xoşbəxt olmaq istəyirəm. Ən önəmlisi, nələri görməzdən gəlirəm. Çox sevdiyim bir psixoloqun bir sözü var. Deyir ki, əzəllərimizin belə yaddaşı var. Hansı ki, biz unutsaq da, bədənimiz unutmur, əzəllərimiz unutmur. Onlar illər sonra belə eyni situasiyaya düşdükləri zaman, eyni təşvişi, eyni həyəcanı, eyni qorxunu yaşadıkları zaman, yenə eyni duyğuları təkrar hiss edirlər. Və beynimizin sistemi də belə işləyir ki, düşüncə, duyğu, duyğu birinci hiss edirik, sonra düşünürük və davranışa keçirik. Duyğu, düşüncə, davranış. Ona görə fikirlərinizi dərindən analiz eləyin. Onları bir dinləyin. Baxın görün sizlərə nə deyir, nə demək istəyir. Ən önəmlisi budur. Və hər zaman dediyim kimi bir mütəxəssisdən kömək almağı heç vaxt gecikdirməyin. Əgər buna ehtiyacınız varsa, özünüzə uyğun olan, enerjinizə uyğun olan mütəxəssisi axtarın və tapın. Növbəti videolarda görüşərik.